Herkese salam. Musiqi nəzəriyyəsi fənnindən dərslərimizə qaldığımız yerdən davam edirik. Bugünkü dərsimiz 3 xord. Yeni bölməyə keçid aldıq. Bölməmiz ladlardır. Lad keçmişik, amma nə olduğunu keçmişik də. Ladlar haqqında məlumat almamışıq. Ladlar bölməsi geniş bir bölmədir. Musiqidə, ümumiyyətlə dünyada, yaradıcılıqda, istər xalqlarda olsun, ənənəvi olsun, professional ladlara rast gəlinir və o ladların formalaşma xronologiyasını keçəcəyik, biz arıcılığını keçəcəyik, biz bölməmizin əsas dərsləri, bugünkü dərsimiz olan 3 xord, pentatonika, qədim ladlar, onların bir sürü növləri var və Azərbaycan ladları olacaq. Əlavələrimiz də olacaq. Oxuyaq buradakını, sonra mən də bir izah verəcəm. Mahnı xalq musiqisi yaradıcılığında əsas yer tutur. Onun kökləri qədim dövrlərin dərinliklərinə gedib çıxır. Qədim havalar, yəni şifahi olmuşluqlarda mahnılar idilər. Öz həcminə görə yığcam, tersiya, kvarta diapazonunu təkrar edilən 2 və 3 səsdən, ritmik cəhətdən, sadə səs düzümündən ibarət olmuşdur. Bu səs düzümü 3 xord adlanır. 3 xord xalis kvarta çərçivəsində kiçik tersiya intervalının aşağı və yuxarı tərəfdən böyük sekunda intervalının əlavə edildikdə əmələ gələn səs düzümüdür. Not sətrində də, yəni yazıda verildi, not yazısında. İndi mən deyim, əlavələrimi edim. 3 səs olur. Səslər pillələrlə düzülür. Qonşu səslərdən yaranır. Pillələr olmalıdır, yəni. Səslər yəni pillələr düzülür. Qonşu səslərdən yaranır. Qammaların tərkib hissəsi olur. Əsasən quruluş nümunələrində biz böyük və kiçik sekundadan istifadə edəcəyik. Böyük sekunda 1 ton, kiçik sekunda 0,5 tondur. Quruluşlarına keçək. Birincisi, böyük üstəgəl böyük, yəni böyük sekundalı. 1 ton üstəgəl 1 ton. Daxilindəki ton sayı 1 olmalıdır. Nümunə çəkək buna. Do, re, mi. Do ilə re'nin arası 1 tondur. Re ilə mi'nin arası 1 tondur. Topla eləyir 2 ton. Yəni daxilində 1 ton üzərinə gəl 1 ton, yəni ümumi 2 ton olmalıdır. Nümunə çəkdik. Do, re, mi. Do ilə re'nin arası 1 tondur. Üzərinə gəlinsin. Re ilə mi'nin arası 1 tondur. 1 ton eləyir ümumi 2 ton ödəyir. Nümunə çəksək, rast ladına və ya muğamına əsaslanan bir laddır 3 xord. Yəni ki, böyük olanda, böyük sekunda olanda hələ bunun 6 tane növü var. Deməli, bir söz deyim. Səs sayı ilə interval cəmi daima fərqlənir. Neçə səs var? Do, re, mi, 3. İnterval necə oldu? Yəni tonlar necə oldu? 1 ton, do ilə re'nin arası 1 ton, re ilə mi'nin arası 1 ton. 2 dənə olurdu aralar. Yəni belə olur. İkincisi, kiçik və böyük sekundadır. Kiçik üstəgəl böyük. 0,5 ton üzərinə gəl 1 ton quruluşludur. Yəni 1,5 tondur ümumi. Nümunə olaraq mi, fa, sol. Mi ilə fa'nın arası 0,5 tondur. Fa ilə solun arası isə 1 tondur. 0,5 ton üzərinə 1 ton gələndə eləyir 1,5 ton. Nümunə göstərərik. Şur ladının və ya muğamının əsasını təşkil edir. Üçüncü, böyük və kiçik. Bax, ikinci kiçik və böyük idi. Yəni 0,5 və 1 ton. İkinci belə idi. Üçüncü isə böyük və kiçikdir. Yəni 1 ton üstəgəl 0,5 tondur. Ümumi yenə də 1,5 tondur. Bu dəfə deyərik la, si, do. La ilə si'nin arası 1 ton, si ilə do'nun arası yarım tondur, 0,5 tondur. Nümunə olaraq, nümunə əsasən xalq mahnılarında olur və klassik minor deyərəm mən buna. Klassik minor qammalarında. Artırılmış sekundalı vardır. Kiçik üstəgəl artırılmış olur. Daxili 0,5 ton üzərinə gəl 1,5 tondan ibarətdir. Ümumi 2 ton edir. Hümayun, çahargah deyə bilərik. Re, mi bemol, fa diyez olur. Re ilə mi bemolun arası 0,5 tondur. Mi bemol ilə fa diyezin arası isə 1,5 ton təşkil edir. Beşinci isə tərsinə artırılmış sekundadır. Yəni artırılmış üstəgəlizin kiçik. Dördüncü də kiçik üstəgəl artırılmış idi. Burada isə 1,5 ton üzərinə gəlsin 0,5 ton olur. Yəni ümumi 2 ton olur. Do, re diyez, mi. Do ilə re diyezin arası 1,5 tondur. Re diyezlə mi'nin arası 0,5 tondur. Adətən çahargahda olur. Harmonik major qammalarında olur. Əsascı ola bilər. 6. Altıncı isə deməli
xromatikdir. Xromatik nə deməkdir bəs? Yəni ki 0,5 ton üzərinə gəl 0,5 ton ümumi bir ton olur burada. Mi, fa, fa diyez. Mi ilə fa'nın arası 0,5 ton, fa ilə fa diyezin arası 0,5 ton. Yəni kiçik üzərinə gəlsin kiçik. Yalnız 20-ci əsrdə müasir necə deyim mən buna sizə? Bəstəkarlar vardır. Necə bəstəkarlar? Avantgard deyərəm mən buna da. Bunlar necə idi? Dodeskafoniya və atonal musiqi. Nə deməkdir bunlar? Dodeskafoniya. Bu Yunan dilindən gəlibdir. 12 səs deməkdir. Atonal musiqi isə atonal tonallığa əsaslanmır. Yəni tonallıqda o qədər də burada yoxdur. Tonallıq yer tutmur. Yəni bu bizim dərsimizdə ilə əlavə olaraq məlumat verməyə çalışıram. Deməli, bəstəkar olaraq Dodeskafoniya Schönbergin. Deməli, nətər idi onun adı? Arnold idi səhv eləmirəmsə. Arnold Schönberg adında bir bəstəkar Dodekafoniyada, yəni bu yaradıcılığa xüsusi önəm verirdi. Bu qədər. Ümid edirəm dərsi və videonu bəyəndinizsə. Əgər bəyəndinizsə kanalıma abunə olmağı, videoya like atmağı, bildirişləri açıq saxlamağı, fikirlərinizi rəylərdə mənimlə bölüşməyi, suallarınızı yazmağı unutmayın. Bir də bir şey deyim ki, keçən bölmənin, yəni ki, akordlar bölməsinin ümumiləşdirici tapşırıqlarını paylaşmışam. Onu yazmağınızı tövsiyə edirəm. Hələlik sağ olun. Onların da izahını zaten verəcəm. Sağ olun.